sevmək sağlam olmağa qərar verməklə başlayır. Özünüzü sevin, hər zaman sağlam olun və sağlamlıq uğrunda addımlarımızı gəlin bərabər elə canlı sağlam gün ay vasitəsilə baxaq. Xüsusi sponsorumuz Karega brendinin sponsorluğu ilə bizi izləyirsiniz və hər kəsi salamlayıram, uğurlu gün arzuluyuram. İnşallah ki, sağlıqlı, xeyirli və xoş anlarla yadda qalan bir gün yaşayarsınız. Vaxt itirmədən ilk dəyərli həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Gözünüz bir gözəllik görsün. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva bizlə bərabərdir. Xoş gəlmisiniz doktor. Mən də sizi salamlayıram, xoş gördük. Dəvətiniz üçün bir daha təşəkkür edirəm. İnşallah maraqlı mövzulara toxunacağıq bugün. Əminəm, çünki siz buradasınızsa, illərin peşəkar həkimi, pasiyentlərinin sevimlisi, hətta Azərbaycanın daxilindən yox, eləcə də xarici ölkələrdən pasiyentlərin rəğbətini qazanan bir həkim qonağımız hal-hazırda var və göz sağlamlığından danışacağıq. Amma qısa bir xatırlatmamız var. O xatırlatmanı izləyəcəksiniz. Dərhal sonra bugünkü mövzudan xəbərdar olacaqsınız. Amma öncədən qaynar xəttimizi xatırladım. 055-254-0106. Elə gözlərinizin qarşısında TikTok üzərindən canlı yayımımızı da aktivləşdirdim. 3, 2, 1 canlı yayımımız başladı. Canlı yayımımıza qoşulmaq üçün isə axtarışa TikTokda Günay Zaur və yoxud da Günay Qələndərli deyə yaza bilərsiniz. O zaman canlı yayımımıza qoşulub suallarınızı interaktiv şəkildə həkimlərimizə ünvanlaya bilərsiniz. Bizim mövzumuz katarakta çox yayılmış bir problemdir, göz xəstəliyidir. Bilur bulanır, şişir və şişəndə onun fokusu dəyişir. Yalançı yaxından görmə yaranır. Eynəkdən azad olma əməliyyatı demək olar göz əməliyyatlardan ən rahat, ən təhlükəsiz bir əməliyyatdır. Narkozsuz olur, ağrısız olur. Eksimer lazerə uyğun olan gözlər həmişə deyirəm xoşbəxtsiz, təhlükəsiz, heç gözə toxunmadan siz eynəklərdən azad olursunuz. Bu o qədər gözəl əməliyyatdır. 99,9% məsləhət görürəm eləməyə. Özümdə olsaydı özüm edərdim. Böyüklərdə və uşaqlarda çəpgözlükdən danışacağıq. Çəpgözlük geniş bir mövzudur. 1 yaşında bütün uşaqlar müayinədən keçməlidir. Çəpgözlüyün əsas səbəbi hardasa 90% hallarda görmə zəifliyidir. Çəp olan gözü beyin söndürür və artıq o göz ilə beyin baxmır. Yəni görmə qabiliyyətində o göz işləmir. Nə qədər tez siz bizə müraciət edirsiniz, bir o qədər tez çəpgözlük keçəcək. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyevanın qəbuluna yazılmaq istəyənlər üçün əlaqə nömrələri artıq ekranlarınızda. 051-552-5234, 050-327-18-82 nömrələri aktivdir. Elə indi zəng vura bilərsiniz. Bütün suallarınız cavablandırılacaq. Doktorun Instagram səhifəsini də ekranlarda görürsünüz. Göz həkimi altdan xətt Nərminə Hacıyeva. Həmçinin doktorumuz Akademik Zərifə Əliyev adlı Milli Oftalmologiya Mərkəzində çalışır və onun çalışdığı ünvanları bilmək istəyənlər üçün qeyd edim ki, həftənin tək günləri Zərifə Əliyeva adına hər günün birinci yarısı Zərifə Əliyeva adına, ikinci yarısı şəxsi klinika. Hət Medicin klinikada pasiyentləri qəbul edir və elə Hət Medicin klinikasının da baş həkimidir. İcra etdiyi əməliyyatları bilirsiniz, ən mürəkkəb göz əməliyyatlarını, katarakta, qlaukoma, çəpgözlük, keratokonus, eynəkdən azad olma əməliyyatları ilə bağlı müraciət eləyə bilərsiniz. Göz dibinin genetik xəstəlikləri və görmə sinirinin atrofiyası müalicəsini də uğurla icra edir. Təbii ki, Nərminə xanım pasiyentlərini hər zaman sevindirir və onları dünya işığına qaytarır. Əziz tamaşaçılar, bugün də çox vacib və çox önəmli, vacib və önəmli olması ilə yanaşı, həm də çox təhlükəli iki xəstəlikdən, iki göz xəstəliyindən danışacağıq. Katarakta və qlaukoma nədir bu xəstəliklər? Kimlər risk qrupu altındadır? Bu xəstəliklər adlarını eşidən kimi hər kəs qorxuya düşür. Doğrudan da qorxulu xəstəliklərdirmi və müalicəsi varmı? Bu haqda geniş və ətraflı bizim dəyərli qonağımız cərrah oftalmoloq Nərminə xanım məlumat verəcək. Buyurun doktor. Əlbəttə ki, pasiyent yaxınlaşanda ilk öncə biz diaqnozu aydınlaşdırmalıyıq. Görməsi zəifdir, amma diaqnozu nədir? Elə xəstə var, kataraktası var, elə xəstə var, qlaukoması var, elə də xəstə var. Həm katarakta, həm qlaukoması var. Hər iki göz xəstəliyi var, bəli. Ona görə bugün bu pasiyent qrupundan danışaq. Kimdə həm katarakta, həm qlaukoma var. Katarakta düzdür, səbəblər fərqlidir. Uşaqlarda da olur, travmadan sonra yaranır, hansısa hormonal dərmanların uzun müddətli istifadəsindən sonra yaranır.
stresi ilə yaranır, stressdən sonra yaranır. Amma daha çox rast gəlinən növü yaşa bağlı olan kataraktadır. Yəni hamımızda olacaq 60, 65, 70 yaşından sonra. Bu sadəcə bilurun bulanmasıdır və əslində bilurun bulanması normal bir haldır. Tədricən başlayır bulanmağa və bunun yeganə çıxış yolu əməliyyatdır. Və həmişə deyirəm, katarakta əslində qorxulu bir göz xəstəliyi deyil. Əgər siz vaxtında müraciət etsəz, çünki indi üsullar çox müasirdir. Təsəvvürünüzə gətirin, 2 mm kəsiyin vasitəsilə ən müasir fakoemulsifikasiya, yəni ultrasəs ilə həmən o 2 mm kəsikdən ultrasəs onu parçalayıb gözdən xaric edir və biluru xaric edir və yerinə təmiz linza qoyulur. Linzanı qoymasaq olarmı? Xeyr, olmaz. Çünki bilur bizim Allah yaradan linzadır. O bulanmış şəkildə gözdən xaric olunursa, əlbəttə ki, yerinə təmiz, şəffaf linza qoyulur. Bu linzalar ömürlükdür. Çünki pasientlərdə dərhal bu suallar yaranır. Bəli, ömürlükdür. Linzalar barədə daha öncəki verilişlərdə danışmışdıq. Cürbəcürdür. Monofokal, bifokal, multifokal, ahılı lenslər, torik, astigmatik lenslər, hansı sizin gözünüzə daha uyğundur? Biz tərəfdən, yəni həkimlər tərəfdən gözünüzün dərəcələrinə uyğun olaraq, yaşınıza uyğun olaraq seçilir. Yəni o bir problem deyil. Problem haçandır? Onda haçan ki, katarakta olan xəstədə həm də glaukoma hansı ki biz onu səssiz oğru adlandırırıq. Var, bəli. Və glaukoma xəstəliyi artıq təhlükəli bir xəstəlikdir. Çünki katarakta, yəni fərqi nədir? Kataraktadan itirilən görməni geri qaytarmaq mümkündür, amma glaukomadan itirilən görməni artıq qaytarmaq mümkün deyil. Təəssüf. Çünki fərq nədədir? Burada bulanmış biluru xaric edirsən, yerinə linza qoyursan, gözdür, təmizdirsə hər şey gözəldir, anadan gəlmə kimi görürsünüz. Amma glaukomada yox. Glaukoma ümumiyyətlə nədir? Göz daxili təzyiqin qalxmasıdır, yəni yüksəlməsidir və yüksələndə göz daxili təzyiq görmə sinirini sıxır, təzyiq edir, onu məhv edir və görmə siniri çox sayılı milyon liflərdən ibarətdir, sinir liflərdən ibarətdir. Əgər onlar quruyubsa, onları artıq qaytarmaq mümkün deyil və bu proses davam edir, quruya-quruya atrofiyaya uğrayır sinir və siz bu prosesi dayandırmalısınız. Yəni artıq görməni qaytarmaq mümkün olmasa da, heç olmasa olan görməni saxlamalısınız. Ona görə oturub gözləmək lazımdır ki, görməni tamamilə itirim. Söylədiniz ki, sinir sıxılır. Bu anda pasiyent hər hansı bir hiss, hər hansı bir ağrı keçirirmi? Heç olmasa əlamətlərini bilsinlər ki, vaxtında həkimə müraciət etsinlər. Bəli, o barədə danışmaq istəyirdim. Elə qara su xəstəliyi o ilə də təhlükəlidir ki, uzun müddət, aylar, illər inanın ki, pasiyent heç bir şey hiss eləmir, simptomsuz keçir. Nə hiss eləyə bilər? Göz ağrıları, baş ağrıları, alın hissədə ağırlıq, amma bir çox pasiyentlər elə bilir ki, bu nevralgiyadır, başım ağrıyır. Yəni ağrı kəsici dərmanlar içir, heç fərqinə varmır ki, bu nevralgiya deyil, bu göz daxili təzyiqin artmasıdır, bu glaukoma xəstəliyidir. Çünki görmə itiliyi çox uzun müddət 100% olur. Görmə sahəsi daralır və görmənin sahəsinin daralması ilkin mərhələlərdə onlar hiss eləmir. Artıq boruvari görməyə gəlib çatanda bəli hiss eləyəcəklər, amma bu artıq gecikmiş mərhələdir və ona görə bütün pasiyentlər, əvvəl biz deyirdik ki, 40 yaşından sonra olan bütün pasiyentlər göz təzyiqinə heç bir şikayət olmasa da ölçülməlidirlər, amma indi yox, hətta cavanlar da ölçməlidir. Niyə? Çünki İnanın ki, çox tez-tez rast gəlinir. Əlbəttə ki, daha tez-tez, daha böyük yaşlı olan pasiyentlərdə, amma cavanlarda da olur və hər ay biz bunu müşahidə edirik. Elə olur, cavan gəlir eksimir lazer əməliyyatına, eynəkdə görür, eynəksiz görmür, amma müayinə sırasında aşkar olunur ki, gözündə qara su var. Yəni, bunu mütləq siz vaxtında sadəcə göz təzyiqini ölçmək 5 dəqiqə vaxt aparır. Heç ümumi göz müayinəsi, yəni nədə ehtiyac yoxdur. Göz təzyiqini ölçün, əmin olun ki, gözünüzdə heç bir problem yoxdur. Çünki dediyim kimi uzun aylar, illər heç bir şey, heç bir simptomsuz keçəcək və siz biləndə ki, qara su var, artıq gec olacaq. Ümumiyyətlə, pasiyentlərdə biraz yanlış fikir var. Qara sudursa, bu artıq körluq ilə nəticələnir. Nə edirsən elə? Bunun əlacı yoxdur. Ona görə bir çoxları heç nədə eləmir. Bu düzgün deyil. Yəni, qara su, bəli, qorxulu bir xəstəlikdir. Amma siz vaxtında bizə müraciət etsəz, inanın ki, o görməni mən söz verirəm, ömrün axırına qədər biz sizə saxlayacağıq. Yəni, bunun ilkin müalicəsi konservativ olaraq dərmanların vasitəsilə göz təzyiqini normaya salmaq, əgər normaya düşürsə təzyiq, artıq biz də
arxayınıq ki, təzyiq artıq görmə sinirə təzyiq göstərmir və görmə sinir atrofiyası dayanıb. Əgər normaya düşmür, əgər normaya düşürsə, demək ki, bu dərmanlar ömrün axırına qədər tökülməlidir və burada böyük bir problem yaranır. Heç bir xəstə ömrün axırına qədər bu dərmanları tökmək istəmir. Düzdür, məsuliyyətli pasientlərimiz də var, amma məsuliyyətsiz olanlar da var. Onlar tökürlər, sonra dayanırlar. Niyə dayandın? Heç bir xeyrini görmədim. Nə xeyrini görəcəydin? Onlar elə bilirlər ki, tökəcəm, görməm artacaq. Xeyr, mən dediyim kimi, qara süd müalicəsi bu prosesi dayandırmaqdır, görməni artırmaq deyil. Olduğu yerdə çünki olanı da itirəcəksiniz. Bəli, ona görə elə hesab etməyin ki, mən bunu faydasız tökürəm, heç tökməyəcəm onda. Yəni faydası var, o bir mənalıdır, bu şərtdir, ömrün axırına qədər tökməlisiniz, əgər həkim tövsiyə edibsə. Elə pasient var, tökür, amma təzyiq normaya düşmür. Yəni adi tonometrlərin vasitəsilə normal göz təzyiqi 21-ə qədərdir. Əgər təzyiq düşürsə, amma 21-dən aşağı düşmürsə, demək ki, məcbur olaraq onu əməliyyatın vasitəsilə siz salmalısınız. Qara su əməliyyatı keçirtməlisiniz. Burada artıq həkim tövsiyə edəcək. Katarakta ilə birlikdəmi? Elə olur katarakta, glaukoma, eyni anda əməliyyatlar olur. Elə olur tək katarakta olur. Qara su xəstəsidir, amma təzyiqi elə də yüksək deyil. Dərmanların altında normaldır. Katarakta əməliyyatı kifayətdir. Çünki kataraktanın orada olması da göz təzyiqini artırır. Bəli, daha da ağırlaşdırır. Daha da artırır. Ona görə sadəcə katarakta eləsəz kifayətdir. Onu həkim təyin edəcək. Elə xəstə var, həm kataraktası var, həm glaukoması var. Amma glaukomalı təzyiq çoxdur. Onda məcbur olaraq həm katarakta, həm glaukoma eyni anda əməliyyat olmalısınız. Əgər Hal-hazırda, üzr istəyirəm, hal-hazırda çox sayda izləyicilərimiz yazır və elə siz dediyiniz kimi düşünürlər ki, bu xəstəliklər müalicə olunmur və oturub gözləyirlər ki, onsuz da bu belə olmalıdır. Bir xanım yazır ki, məndə də glaukoma var, bunun müalicəsi varmı? Artıq bu diaqnozu bilirsinizsə, artıq mütəmadi olaraq həkim göz müayinəsindən keçmək şərtdir, vaxtında həkimə müraciət etmək şərtdir. Biz hər bir xəstəlikdə bunu söyləyirik. Xüsusən də bu ağır göz xəstəliklərindən söhbət gedirsə, vaxtında qoyulan diaqnoz, edilən doğru müayinə artıq müalicənin yarısıdır. Ən azı o görmənizi olduğu yerdə saxlaya bilərsiniz. Çünki bu çox ağır fəsadlarla, hətta körlüklə belə nəticələnə bilər. Mən hal-hazırda TikTokdan bizə sual yazan izləyicilərimizə səslənirəm. Qaynar xəttimizə də suallar gəlir. Doktorumuz fikrini bitirsin, sonra sizin suallarınızı səsləndirəcəm, narahat olmayın. Deməli, burada təhlükə nədən ibarətdir? Təzyiqi salırsan aşağı, ya dərmanların vasitəsilə, ya da əməliyyatın vasitəsilə. Təzyiq normaldır. Uzun illər pasient arxayında təzyiqim normaldır, amma burada belə bir təhlükə var. Qara su o ilə də təhlükəlidir ki, hətta normal təzyiqin altında belə sinir atrofiyası davam edir. Niyə? Çünki bu sinir neçə illərdir artıq təzyiqin altındaydı, o qədər zəifləyib ki, hətta normal təzyiq belə ona təsir edir və atrofiya dayanmır. Təzyiqim normaldır, tökür, ona görə faydasızdır, niyə tökürəm, görməmi itirirəm, onda mütləq bizə müraciət etsinlər. Çünki sinir atrofiyası bildiyiniz kimi yalnız bizdədir müalicə. Həqiqətən, əgər təzyiqiniz normaldırsa, dərmanların vasitəsilə fərqi yoxdur və yaxud da əməliyyatların vasitəsilə onu salmısınız, amma görmə qabiliyyətini itirirsiniz atrofiyaya görə, biz sizə kömək edə bilərik, biz bu prosesi dayandıra bilərik, xüsusi sinir müalicəsinin vasitəsilə. Bu çox vacibdir, bunu bilsinlər. Xəstələrimiz var, həqiqətən xaricdən də məhz bu problemə görə bizə müraciət edirlər. Bir də qara su xəstəliyi var, normal təzyiq ilə, normal təzyiqli qara su. Yəni uzun müddət, yəni getdilər, ölçdülər, təzyiq normaldır, amma qara suyun xəstəsidir. Yəni bir neçə növü var, çox təhlükəli simptomlar edir. Təsəvvürünüzə gətirin, təzyiq ölçürəm, arxayınam ki, yoxdur, amma əslində qara suyun xəstəsi. Çünki bu normal təzyiqli qara sudur. Ona görə, yəni bunun diaqnostikası biraz daha dərindir, bir neçə aparatlardan keçirdirik. MRT müayinəsi burada mütləqdir, çünki təzyiq normaldır. Var qara su yoxsa yoxdur, görəsən bu hipertenziyadır, sadəcə təzyiqdir, qara su deyil. Yoxsa bu həqiqətən qara su. Çünki bu anı buraxmaq olmaz. Yəni xəstəni arxayın salıb buraxmaq olmaz.
ki təzyiqin normaldır, qara su yoxdur. Yox, burada artıq MRT eləmək lazımdır. Sinirin vəziyyətini yoxlamaq lazımdır. Əgər qanqlionar sinir liflərdə hansısa atrofik müşahidələr varsa, atrofik proseslər varsa, bəli, bu qara su pasiyentidir, baxmayaraq ki, təzyiqi normaldır. Ona görə vaxtında həkimə müraciət etmək üçün əlaqə nömrələri ekranlarınızda. Dediyim kimi, doktorumuz 2 klinikada çalışır. Günün yarısına kimi Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzində, ikinci yarısında isə Hat Medicine klinikada pasiyentləri qəbul edir. Əlaqə nömrəsi 051 552 52 34 050 327 18 82. Hal-hazırda həm katarakta, həm də qlaukomadan əziyyət çəkən izləyicilərimiz də yazır. Belə mən ümumiləşdirilmiş şəkildə onların sualını ünvanlamaq istəyirəm doktorumuza. Əgər həm katarakta, həm də qlaukoma xəstəliyi varsa, hansı birinci müalicə olunmalıdır, doktor? Kataraktanın dərman müalicəsi yoxdur, onun müalicəsi əməliyyatdır. Qlaukoma bir mənalı ilk olaraq müalicə olunmalıdır. Çünki kataraktavız var, qlaukomavız var. İlk dəfə məsəl üçün həkimə müraciət etmisiniz. Həkim əlbəttə ki, qara suya görə, yəni təzyiqi salmağa görə damcılar yazacaq. Çünki hətta əgər sizə qara su əməliyyatı tövsiyə ediblərsə, qara su əməliyyatından sonra bir qədər, bir az da olsa təzyiq dərmanlarının vasitəsilə tənzimləməlidir ki, siz az, bəli, bir normal şəkildə əməliyyata başlayasınız. Hal-hazırda kataraktadan əziyyət çəkənlər yazır, ayrı-ayrı qlaukomadan əziyyət çəkənlər var. Qaynaq xəttimizə də çox sayda suallar gəlir və istəyirəm onu da ünvanlayım. 48-49 nömrəli abunəçi yazır. Salam, doktorumuzu salamlayıram. Mənim anamın 65 yaşı var. 4-cü dəfədir ki, tək gözü qan çirmə olur. Nədən ola bilər? Gözünün içində sanki qan yığılır. Baxır hansı qan. Əgər o yəqin konjunktiva altında qanı nəzərdə tutur. Var gözdaxili qan, yəni retinada, torlu qişada olan qan cürbəcür xəstəliklərdə olur, trombozda olur, daha sonra diabetik retinopatiyada olur. Bir də var siz gördüyünüz qan. Gördüyünüz qandasa konjunktiva altına kapilyar partlayır, qan sızır. Bu əslində qorxulu bir simptom deyil, amma biləsiniz ki, bu stressdən, əsəbdən və yüksək qan təzyiqindən olur. Yəni bu ümumi bədənin problemidir. Özünə diqqət yetirsin. Bu göz problemi deyil. Yəni təzyiq artır, qan təzyiqi, göz təzyiqi yox. Kapilyar partlayır, qan sızır və onu onlar görürlər. Bir izləyicimiz yazır, salam, 23 yaşım var, uzaq görməm çox zəifdir, bir neçə həkim qəbulunda olmuşam, əməliyyat yox, eynək taxmağımı məsləhət görüblər, iləri yaşlarda əməliyyat olmağı məsləhət görürlər. Həkim bu haqda nəsə məsləhət verə bilərmi? Yəni, əgər 19-20 yaşı varsa, artıq eksimer lazer etmək mümkündür. Çox nadir hallarda, nadir pasiyentlərdə miyopiya, yüksək miyopiya ilə olan pasiyentlər irəliləmə ola bilər. O da ki, yəni çox nadir hallarda rast gəlinir. Ona görə oturub gözləmək heç bir mənası yoxdur. Yəni artıq eləyə bilər, çünki artıq formalaşmış bir bədəndir. İzləyicilərimizdən biri yazır ki, doktorun dediyi kimi boru şəklində görməm var. Hal-hazırda bizim TikTok üzərindən canlı yayımımıza yazır. Bu hansı xəstəlikdən xəbər verə bilər? Hal-hazırda doktorumuz o barədə məlumat verdi. Bu sinir problemidir. Sinir problemi bir çox xəstəliklərdə olur. Qara suda olur, nevritdə olur, atrofiyada olur, yəni sinir problemlərində olur. Olur görmək sinir atrofiyası da, amma qara su deyil, yəni hansısa başqa səbəblərə görə yaranıb. Sinir quruması, travmadan sonra. Yəni bu sinir problemlərindən sizə deyir və sinir problemləri ciddi problemlərdir. Əgər elədirsə, mütləq bizə müraciət edin. Mütləq 051 552 52 34 050 327 18 82 və yazır bir izləyicimiz ki, qlaukomam var, gözüm zəifləyib, göz zəifliyini aradan qaldırmaq mümkündürmü? Qlaukomadan gedən, itirilən görmə geri qayıtmaz. Ola bilər, yanaşı olaraq kataraktası da var. Katarakta əməliyyat etsə görməsi artar. Onu ancaq müayinə zamanı mən dəqiq deyə bilərəm. Amma kataraktası yoxdur, tək qlaukomadan görməni itiribsə, xeyr, görməni qaytarmaq mümkün deyil. Olan görməni saxlasın, çünki yəni, təhlükəsi var, görməni tam itirsin, geri dönməz. Bir izləyicimiz yazır, hal-hazırda elə bir tül pərdənin arxasından baxıram, qarşısında sanki tül pərdə görür, 48 yaşım var yazır. Bu belə ümumi sualdır. Bir neçə problem bunu verə bilər, bəli.
Doktorumuza müraciət eləyə bilərsiniz. Əlaqə nömrəsi ekranlarda və qaynar xəttimiz susmur. Nərminə xanımı görən kimi hər kəs onu çox gözəl tanıyır. İllərdir ki, bu sahədədir və dediyim kimi Nərminə xanımın Instagram səhifəsinə keçid alıb baxsaz, dünyanın bir çox ölkələrindən onu deyib gələn hər yaşda insanları görə bilərsiniz. Bu var 3 yaşında, bu var yeni doğulmuş 5 yaşında, 10 yaşında, 40 yaşında, 50 yaşında, 80, 90 yaşında belə pasiyentlər dünya ölkələrindən onu deyib gəlirlər və doktorla əlaqə saxlamaq üçün əlaqə nömrələri ekranlarda 5609 nömrəli abunəçi yazır. Yazıb ki, salam, katarakt olan sürücüyə hansı növ linza məsləhətdir? Əslində çox maraqlı sualdır. Çox gözəl sualdır, bəli. Təşəkkür edirik sualınıza görə 5609 minnətdarım. Sürücüdür də? Bəli, sürücüdür. Ona adi monofokal linza kifayətdir. Əgər sürücüdürsə, ona uzaq məsafə lazımdır. Düzdür, bəlkə sükan arxasına da baxır, yəni biraz yaxın məsafədə baxır. Ona hər bir linza uyğun olar. Əgər yaşı 65 yaşa qədərdirsə, 65 yaşdan yuxarı deyilsə, ağıllı linza, yəni onlar multifokal linzalardır, ağıllı linza da olar və monofokal linza. Monofokal, yəni uzağı görəcəksiniz, yaxına eynək istifadə edəcəksiniz. Multifokal, ağıllı linza həm uzağı görəcəksiniz, həm yaxını görəcəksiniz. Əgər kataraktadan başqa heç bir xəstəlik yoxdursa, bəli, multifokal ağıllı linzada istifadə edə bilərsiniz, yəni qoya bilərsiniz. Namizəd Rəsulov yazır, salam, bizim uşaqların uzaq görməsi zəifdir. Miopiyadır, 14 yaş və 11 yaş var. Onları nə vaxt əməliyyat etmək olar? 18 yaşından sonra. 18 yaşından sonra. Namizəd bəy, sizin sualı da səsləndirdim. Amma indi müalicə eləməlidirlər ki, miopiyanın dərəcəsi çox artmasın ki, siz eksimer lazerin vasitəsilə, yəni asan yolun vasitəsilə uşaqları eynəkdən azad edə bilərsiniz. Əgər çox artsa, lazerə uyğun olmayacaqsınız, onda göz içi linzalar qoyacaqsınız. Onlar da əladır. Sadəcə lazerdən bir 3 dəfə bahadır qiyməti. Ona görə müayinəyə yazılmağınız şərtdir. Süleymanov yazır, astigmatizm xəstəliyinin müalicəsi varmı? Bu xəstəlikdən əziyyət çəkirəm. Bu xəstəlik deyil, bu fokus problemidir. Göz quruluşuna bağlı fokus problemidir. Uşaqlarda müalicəsi ondan ibarətdir ki, astigmatik eynəklər taxır ki, fokus torlu qişəyə düşsün, ambliopiya yaranmasın, tənbəllik yaranmasın. 18 yaşından sonra bunun müalicəsi yəni əməliyyatdır. Əməliyyat ilə hər bir halda, hər bir astigmatizmdən azad olmaq mümkündür. Doktorumuzun əlaqə nömrəsini istəyən üçün bir daha doktorun əlaqə nömrəsini xatırladıram. 051 552 52 34 050 327 18 82 və doktorun hansı göz problemlərini müalicə etdiyini soruşursunuz. Bütün göz problemləri ilə bağlı müraciət eləyə bilərsiniz. İcra etdiyi əməliyyatlar sırasında elə doktorumuz özü söyləsin. Nələr var? Katarakta, glaukoma, eksimer lazerin vasitəsilə eynəklərdən azad olma əməliyyatları, ümumiyyətlə hər refraktiv əməliyyatlar, yəni həm eksimer lazer, həm də göz daxili linzaların vasitəsilə eynəklərdən azad edə bilərik. Çəp gözlük, yəni bir çox əməliyyatları edirik və glaukoma olan xəstələrdə mən nə məsləhət görərdim? Bilirsiniz, ev şəraitində. Ümumiyyətlə, glaukoma nəyə görə yaranır? Gözün ön segmentinin, ön hissəsinin qan dövranın pozulması nəticəsində. Ona görə ilk növbədə qan dövranı yaxşılaşdırmaq lazımdır boyun nahiyədə. Yəni, idman vacibdir, şərtdir. İdmanla məşğul olsunlar və boyun üçün xüsusi idmanlar var. Sağa, sola, yuxarı, aşağı. Məsələn, aşağı başı salmam çox gözəl idman növüdür. Mən hər pasiyentimə tövsiyə edirəm. Doktor, necə şəkildə? Aşağı salırıq. Diqqətli olaq doktorumuzun bəli, başımızı aşağı salırıq. İki əlimiz ilə ya boyun nahiyəsini və yaxud da baş nahiyəsini aşağı salır. Yəni, təzyiq edirik və əks hərəkət edirik. Yuxarı, bəli. Əks tərəfə edirik. Gündə 30 dəfə mən özümdə bu idmanı edirəm. Bəli, bütün qan dövranı yaxşılaşdırsın. Çünki glaukoma genetik meyilliyi var. İnanın ki, mənim məsələn nənəmdə də glaukoma var idi. Ona görə mən, atam, əmim həmişə qorxuruq. Göz təzyiqi ölçürük və bu idmanları edirik ki, bilirsiniz, meyli həmişə var. Həm şəkərli diabetə məsələn, həm də glaukomaya. Amma əgər biz özümüzə yaxşı baxsaq, normal həyat tərzi sürsək, yaxşı hərəkətlər, idmanlar etsək, yeməyimizə fikir versək, onlar yaranmayacaq. Və bu idmanı eləyin. Çünki bəzi cavanlar var. Mənim bir pasiyentim var. İllərdir gəlir yanıma, cavan qızdır. 15 yaşından, 14 yaşından göz daxili təzyiqlə
və qara suya artıq burada şübhə var. Biz damcı təyin edirik, OCT edirik. Miopiyası da var. Artıq burada naməlumdur. Bu həqiqətən sonra yaranacaq burada qara su, yoxsa bu sadəcə miopiya ilə olan bağlı problemdir. Amma o deyir ki, mənim bibimdə qara su var idi. Ona görə biz qorxuruq. Genetik bu Bəli, xəstəliyin genetik var idi. Ona görə varsa nənədə, babada diqqətli olun. Sizdə ola bilsin yaranmasın, əgər siz özünüzə normal baxsasınız və bu idmanları, dediyim idmanları mütləq hər gün edin. Doktorun məsləhətləri yeni olacaq, amma qısa aradan sonra. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Bizi canlı izləyirsiniz. Hər kəsə təşəkkür edirəm bu aktivliyiniz üçün. Dəyərli həkim qonağımız Nərminə Hacıyeva bu qısa fasilədə belə suallarınızı cavablandırdı. Minnətdaram əziz doktorumuz. Çox təşəkkür edirəm. Doğrudan da sizin sayənizdə hər zaman faydalı olmağı bacarırıq. Bu çox gözəldir və tibb üzrə fəlsəfə doktorudur. Bilirsiniz, bizim Nərminə xanım cərrah oftalmoloqdur, pasiyentlərin sevimlisidir. Elə öz gözəlliyi kimi əl işi də çox gözəldir. Hər kəs söyləyir ki, doktorun əli çox yüngüldür. Əməliyyatdan dərhal sonra ağrı da hiss eləmirik. Belə deyim, o bərpa müddəti də çox tez baş verir. Doktora müraciət etmək istəyənlər üçün əlaqə nömrələri ekranlarda 051 552 52 34 050 327 18 82 və Nərminə xanım günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində, ikinci yarısında isə Hat Medicin klinikada pasiyentləri qəbul edir. İcra etdiyi əməliyyatlar katarakta, glaukoma, çəp gözlüyü, keratokonus, eynəkdən azad olma əməliyyatları, göz dibinin genetik xəstəlikləri və görmə sinirinin atrofiyası müalicəsini də uğurla icra edir. Və bugün danışdığımız mövzu da çox maraqlı və aktual mövzudur. Bununla bağlı da bizə çox sayda suallar gəlir. Hal-hazırda WhatsApp üzərindən yazan izləyicilərimiz də çoxdur və mən vaxt itirmədən istəyirəm həmin sualları sizə bir-bir səsləndirim. Doktorumuz 42 nömrəli abunəçi yazır. Mənim atamın gözü qara su diaqnozu ilə əməliyyat olub. Bir il, bir ay öncə və problem daha da artıb, göz bəbəyi ağarırdı və ağrılar var. İndi deyirlər ki, protez göz qoyaq. Bu haqda nə deyə bilərsiniz, doktor? Yəqin atada artıq görmə qabiliyyəti yoxdur ki, ona göz protezi məsləhət görüblər. Yəni, göz tamamilə görmür. Əgər göz protezi məsləhət görüblərsə, o gözdə heç işıq duyğusu da yoxdur. Çünki işıq duyğusu da görmə qabiliyyəti kimi dəyərləndirilir. Onlar çox gec müraciət ediblər. Onlar özləri bilir. Yəni artıq gecikmiş, deyir, göz bəbəyi ağarıb, yəqin yetişmiş ifrat dərəcədə kataraktası var idi. Elə olur, katarakta ifrat dərəcədədir. Doktor, elə olanda ağarır həmin. Bəli, əlbəttə ki, yəni xarici görünüşdən də heç mikroskopsuz da görsənir. Tam ağarmış və o qədər ağarıb ki, heç göz dibi də görsənmir. Və biz görürük ki, o birisi gözdə terminal glaukomadır. Məsəl üçün, ikinci, üçüncü mərhələdə glaukomadır və çox güman ki, bu gözdə də glaukomadır və burada artıq kataraktan əməliyyatına da heç təsir eləməz. Çünki biz o biluru xaric etsək, göz görməyəcək. Niyə? Çünki göz dibində sinir quruyub. Bəli. Ona görə belə gecikmiş hallarda inanın ki, heç həkimlər də əməliyyat etmək istəmir. Çünki heç kimə problem lazım deyil. Çünki əgər biz bilirik ki, bu pasiyentin görməsi artmayacaq, sonra pasiyent bizə sual verməyəcək, bəs niyə mənə onda əməliyyat elədin? Ona görə pasiyentə dönə-dönə hər şey müayinə zamanı başa salırıq ki, gec gəlmişsiniz. Bəli, bəlkəm də hansısa pasiyentə bir şansdır əməliyyat etmək. Biz biluru xaric etsək bəlkəm də görər, amma onun görməsi artıq bizim əməliyyatımızdan asılı deyil. Bəli. Sizin göz dibinizin vəziyyətindən asılıdır. İndividual olaraq o pasiyent gec müraciət edib ki, burada artıq görün, qara su tamamilə işıq duyğusunu da aparıb. Heç işıq da görmür. Görmürsə protez məsləhət görüblər. Burada artıq nəsə etmək mümkün deyil. Demək ki, doğru məsləhət görüblər. 6300 nömrəli abunəçi yazır. Salam, mənim qızımın 4 yaşı var, gözündə əzələ boşluğu var, eynək taxır, bir həftədir başının ağrıdığını deyir. Həkimdən soruşa bilərsinizmi, bu ağrı olmalıdır? Əgər eynək yaxşı yazılıbsa, ümid edirəm ki, yaxşı normal göz dərəcələrinə uyğun yazılıb, gözünə uyğun yazılıb. Eynəklərin, yəni ilkin taxılması biz hər pasiyentimizə deyirik, məlumat edirik ki, birinci 2 həftə ağırlıq verə bilər. Bu normaldır. Bizim pasiyentlərimizə də biz deyirik, yəni yazılıb eynək, hətta böyüklərə də, balacalara da ilk 2 həftə ağırlıq verə bilər. Çünki göz öyrəşmir bu eynəyə. 2 həftədən sonra keçəcək. Keçməsə həkimimizə müraciət edərsiniz. Və 1133 nömrəli abunəçi yazır, hal-hazırda bizə yazır ki, zəhmət olmasa doktorumuz idman hərəkətini bir də göstərə bilərmi?
hansı Bu çox gözəl idman növüdür. Bəli, başımızı salırıq aşağı, iki əlimizi başımızın üstünə təzyiq edirik. Və bu təzyiqin əksinə başımızı qaldırırıq yuxarı. 1, 2, 3 bu şəkildə. Yəni əlimizi basırıq başımızın üstünə, başımızı isə qaldırırıq güc ilə yuxarı. Və bu artıq bütün əzələ, bütün damarları yəni genişləndirir, qan dövranı yaxşılaşdırır. Hətta elə olur, cavanlarda bilirsiniz, onlar müayinə zamanı, xüsusən də oğlanlar gələndə həyəcanlanırlar, kolaps olurlar. Artıq tər gəlir, özlərini itirirlər və yəni huşunu itirə bilərlər. Bu qorxulu deyil, bu qan dövranı pisləşir deyə. Və həmən bizim ilkin yardımımız nədir? Başını salır aşağı, biz basırıq, deyirik ki, əks hərəkət elə. Sanki bir güc tətbiq edirsiniz ki, qan dövranı yaxşılaşdırır və 2 dəqiqə pasient özünə gəlir. Yəni bu konkret qan dövranı. Amma çox kömək eləyir. Çox gözəl. Amma qan dövranını evdə eləyin, siz özünüz də eləyin. Həqiqətən. Bu həm tək qara suya görə ümumən beynimizə, gözümüzə, boynumuza, üzümüzə çox xeyirli bir idman növüdür. Mən təşəkkür edirəm sizə. Sizin kimi dəyərli, gözəl həkimdən bunu eşitmək çox xoş oldu, doktor. Bugün də faydalı olmağı bacardınız. Bu dəyərli məsləhətlərinizə görə elə tamaşaçılar adından sizə təşəkkür edirəm. Hal-hazırda studiyamızın həkim qonağı dəyərli Nərminə Hacıyeva, tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq idi. Doktorla əlaqə saxlamaq istəyənlər 051 552 52 34 050 327 18 82 nömrəsi ilə əlaqə saxlaya bilərlər və mən istəyirəm verilişimizin bu məqamında verilişimizin xüsusi sponsoru Carrega brendinə təşəkkür edim.